Hörmətli tamaşaçıların diqqətinə onu çatdırmaq istəyirəm ki, sülh müqaviləsi böyük ehtimalla gələn ilin, yəni seçki öncəsi, yəni iyundan əvvəl imzalanacaq və bu ona doğru gedən çox ciddi məqamlardan biridir. Bilirsiniz ki, bu ilk ciddi iqtisadi ticarət nümunələrindən biridir. Çünki həm Ermənistan, həm Azərbaycan SSR-dən ayrılandan sonra, SSR dağıldıqdan sonra hər hansı bir iqtisadi təmasları olmamışdı. Amma indi son vaxtlar tərəflər arasında iqtisadi əməkdaşlığın genişlənməsi perspektivində regionda sülhün möhkəmlənməsi üçün bu əlbəttə ki, çox vacib məqamdır və Ermənistan da nəhayət ki, başa düşür ki, bütün bunlar, baş verənlər, yəni onun regionda həm iqtisadi blokadadan, özünü, yəni saldığı iqtisadi blokadadan, həm də ki, özünün ehtiyacları olan o yanacaq ehtiyacını azaltmağı, o cümlədən rəqabəti, necə deyərlər, gücləndirmək üçün, həm də bilirsiniz, Azərbaycan Ermənistana yaxın həm qonşu dövlətdir, həm də ki, yaxın bir bazardır. O nöqteyi nəzərdən bugün Ermənistana çatan, sizin də qeyd etdiyiniz kimi Ermənistanın naziri Papayanın qeyd etdiyi bu məqam həqiqətən də tarixi bir məqamdır. Elə təsadüfi deyil ki, Ermənistan baş naziri öz sosial şəbəkəsində video paylaşıb ki, Azərbaycandan gələn 1300 ton deməli, ayı 95 benzini artıq yəni Ermənistan ərazisindədir. Bunun davamı gələcək. Xatırlayırsınızsa, bundan əvvəl Ermənistana xeyli sayda deməli, taxıl məhsulları çatdırılmışdı. Yəni Azərbaycan üzərindən. Bu artıq neft məhsullarıdır. Bunun ardınca yenə də deməli, digər məhsulların çatdırılması həyata keçiriləcək. Ermənistan başa düşür ki, bu nisbətən ucuz qiymətə başa gələn xərclərdir. Çünki əvvəllər çox böyük məsafədən, dolayısı yollarla ölkəyə gətirilən həm taxım məhsulları, həm neft məhsulları, həm də ümumiyyətlə ölkənin ehtiyacları üçün strateji əhəmiyyətli məhsullar baha qiymətə başa gəlirdi. Əlbəttə ki, sizin də Jale xanım qeyd etdiyiniz kimi, bu baş verənlər bir sıra ölkələri çox narahat edir və narahat edəcək. Çünki onlar belə asanlıqla Azərbaycan-Ermənistan yaxınlaşmasını arzulamayan dövlətlərdir. Onlar deməli, özlərinin göyə hansısa bir alternativ bazarlarının olması fikrini formalaşdırmağa çalışırlar. Amma mənə elə gəlir ki, Ermənistan həqiqətən də sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyirsə, həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətləri təcili, belə deyək də, qaydasına salmalıdır. Sizin bir qədər əvvəl qeyd etdiyiniz o vacib bir məqam ki var idi, yəni Qarigenin qardaşının deməli sənədlərinin üzər çıxması, bu cavabsız saxlanılmayacaq. Çünki Ermənistanın deməli bir vaxtlar KGB agenti olan şəxsləri bir-bir Paşinyan tərəfindən deməli ifşa olunur. Ermənistan Milli Təhlükəsizlik Xidməti ötən günlərdə elə bir sanki baş nazirin dediklərinin bir subutu kimi deməli 2-ci Qarigenin qardaşı arxiyepiskop Yezras adları da o qədər gəlirdi ki, onu demək istəyirsiniz. Həqiqətən də deməli KGB agenti olub və o deməli, özü də ən maraqlısı bilirsiniz nədir? Onun bir müddət əvvəl Rusiya prezidenti tərəfindən, o prezident hansı ki, bugün 4 saat yarım ərzində yenə dünyanı lərzəyə gətirən bəzi açıqlamalar verdi. Həmin o 2-ci Qarigenin qardaşı Vladimir Putin tərəfindən xüsusi xidmətlərinə görə dövlət ordeni ilə təltif edilmişdir. İndi onların maskaları düşür. Paşinyan bütün keşişlərin maskalarını yırtmağa çalışır və buna müvəffəq də olur, deyək. Bəli, tamamilə haqlısınız. Bundan əvvəl o arxiyepiskopların bir başqa dəstəsi, o Sırbazyan deməli və dəstəsi Azərbaycan ərazilərinə belə deyək,
bizim qayıtmaq istəməyimizə qarşı çıxırdı, o artıq həbs olunub və digərləri. Mən açığını deyim ki, Aydındır. bu neft məhsullarının Ermənistana çatdırılması bilirsiniz, indi bizim cəmiyyətdə də bəzi sosial şəbəkə üzərində müəyyən müzakirələr var, amma dəyərli dostlar, buna daha geniş kontekstdən baxmaq lazımdır. Çünki bu açılımlar bizim üçün həm də bir sabit Ermənistan, yəni dövlətinin olması anlamı kəsb eləyir. Çünki Ermənistanda nə qədər Azərbaycanın, Türkiyənin normal münasibət qurmaq istəklərini başa düşənlər çox olsa, bir o qədər yaxşı olacaq.